Qəşəng kostyum giyiniblər. Fotosessiyaya gəliblər. Ha? Niyə də yox? Gözəl fotosessiya yeridir mi, yoxsa yox? Əlbəttə gözəl fotosessiya yeridir. Ha, burada qəşəng qızlardır hamısı. Tələbələrdir hamısı. Yenə gözəl. Ay, mezunlardır. Ay Allah. Ay, fontançiklere bakın. Ay, cavanlar da hamısı. Görürsünüz ne güzel. Geçen fotosesiyeliyle. Arkadaşlar tek cümleler size zimmetli. Vallahi alırım ha. Getireceksiniz. Bak çıktı diyorum, unutmak yok onları. Hocam buraya gidiyorlar. Sonra ben karışmam. 5000 TL alırız. Görürsünüz ne geçen. Bakın. Tələbələr də hamısı gəliblər fotosessiya. Gözəl qızlar, oğlanlar. Fotosessiya eləyirlər. Kaan hocam biz gidiyoruz. Belə gözəl. Müəllimələridir yəqin. Bu tərəfdə də qızlar oturublar. Osman, bence siz etrafa bakabilirsiniz. Şöyle mi bakın? Olur hocam, siz şöyle yukarı doğru bakın. Şurada buradan. Tüm tələbələri, məzunları hamını təbrik edirəm. Uğurlu olsun. Gələcəyinizdirlər. Görünlə simpatişli oğlanlardır. Gözəl. Görürsünüz. Onlar şəkil çəkdirirlər. Amma bizsə hara gedirik? Dənizə. Bütün oxuyan tələbələrin hamını təbrik edirəm. Uğurlu olsun. Çoxlu savad qazanasınız. Həyatda hər bir şeyin yolu savadlandır. Yadınızda qalsın. Bu gözəlliklərə də ancaq bunlar da özləri üçün burada qəşəng uzanıblar ki, bunlara mane olmayaq. Başqa tərəfdən gedək. Buranı çəkək. Onu çək, onları çəkməyək. Ay Allah. Tələbələr. Bu havanı göstərmək istəyirəm sizə. Sahildən. Бачите, пузо гордо, як я. Biraz meh var, qəşəng. Aha, buraları yenə çəkim. Bunlar bu tərəfdə uzanıblar. Onlara mane olmadan. Buraları çəkək. Göyün üzünün rənginə baxın. Ay Allah, ay Allah, ay Allah. Mən deyirdim payızı sevirəm. Sadəcə olaraq mən burada olmamışdım payızda. Akasya buranın payızı daha gözəldir. Güzelliğe bakın.
Temiz gözüküyor. Bu tərəfləri çəkməmişəm, qoy buraları da çəkim. Və dəniz. O qədər relax abu-hava var burada. O qədər. O qədər gözəl abu-hava var. O qədər. Heç vaxt inanmazsınız. Bunlar da burada nəsə oynuyorlar. Heç kəsin işi yoxdur. Güzelliği görürsünüz mü? Bu yolla heç vaxt aparmamışam sizə. Qoy buradan da aparım. Bu romantikanı da yaşayasınız. Bu bir nağıldır, nağıl. Buna başka cür adlandırmak olmaz. Bir nağıl. Biraz dalga var, bilmirəm girə biləcəyik, bilməyəcəyik. Qaynar de, inanmazsınız. Heç Bakıda belə yayda isti qum olmur. Bizdə qum biabırçı vəziyyətdədir, bilirsiniz. Ay, dalğaya baxın. Bir boş yer tapsaydıq. Bura. Oy bayrağın yanında olaq. Sonra dənizdən çıxanda öz yerimizi tapalım. Bir nə güzel. Bəli, milləti görürsünüz. Hamısının başına hava gəlib. Soyuqda gəliblər. Üşüyə. Buna bakmak lazımdı. Başka cür olabilir. Dalga bir lezzetli, bir lezzet dalgadır. Dəhşət lezzetli dalga, dəhşət. Kıpkırmızı kızarırlar bu sular gelen kimi. Birinci gündən düşürlər günün altına. Olurlar kırmızı pomidor. Elə qızarmaq olmaz. Av dərili insanlar gerek dərisini gözləsinlər. Birdən qaralmaq olmaz. O qaralma vermir, o yanıq verir, yanıq. Dərini yandırır. Onun heç bir gram xeyri olmur. Ona göre ilk günler az olmak lazım günün altında. Bundan sonrası yavaş yavaş. Belə başa düşürəm ki, hardasa tələsik gəlib qısa müddətə 3 günlük
gəlib tələs-tələs özünü yandırıb getməkdənsə, biraz ekonomiya elə, artıq pul xərcləmə və qəşəng Zaqarlı da al, istirahətli deyilə getdən. Şəxsən biz onu seçmişik ki, ekonom klas istirahət. Ay, dənizə baxın. Bu dənizdən doymaq olar sizcə? Heç vaxt olmaz bu dənizdən doymaq. İçində elə bilirsən karuseldə səni. Yerilliyir səni, dalğalar. Çırpır səni daşa, divara. Elə gözəldir ki. Necə soyuqdur. Oktyabrın axırıdır. Hava soyuqdur. 27'sidir bu günlərin. 27 yoxsa 28'idir. Ama yenə bilmirəm. Sizə deyirəm, xoşbəxt insan heç vaxt bilmir ayın tarixi, inanmırsınız. İnanırsınız ki, yaxdaşım sıfırdır. Bu dəqiqə sorursalar ki, sənətin nədir? Hansı xəstəlikdə hansı dərman təyin eləmək lazımdır? Heç nə yadımda deyil. O, ləzzət. Bu bir kayıfdır. Çox kayıfdır, çox. Bu çox kayıfdır. Buradakilər bizimlə kefiliylə. Baba fikir ver. Baba. Ay, ləzzət. Ona görə Ağdənizdir bu dənizin adı. Çünki çox parıldayır. Elə bilib brilyant tökmüsən üstünə. Gətirib uşaqların qəşəng istirahətə. Yaxşı qızdır da, yaxşı anadır. Elə qadın var ki, məsəl üçün bu millətin içində. Uşaqları da atır, özü üçün istər. Amma bu yox, uşaqlarını da gətirib uzadıb ki, uzanın günəşin altında. Qoy bədəninizə D vitaminli də olsun. Bunlar da özləri üçün qəşəng. Qocalıq keçirirlər, xoşbəxt qocalıq, nəyi pisdir. Ağıllı qocalıq. Aha, gəmilər başladı görsənməyə. Gəmi yaxşı şeydir. Sadəcə olaraq o gəmidən bütün görürsünüz, yiyib içirlər, zibillər, tökürlər suya. Siqareti çəkirlər, atırlar suya. Adam onda əsəbləşir. Bu heç bir yerdə dura bilmir bu uşaq. Yanındakini də taptaq eləyib bayaqlar. O kişinin belindəkinə baxırsınız ama. Ölürəm də dəniz sahilində oturup cəmaatı müzakirə eləmək. Nəyi pisdir? Adamın keyfi açılır. Yer tapa bilmir bu uşaqlar. Bu milletin içində də neçə cürəsi var. Mən sizə deyim də. Eləsi var ki, çox kobuddur. Eləsi var ki, yaxşıdır. Fərqlidirlər. İndi bizim üçün hamısı bir sayılır, amma bunlar neçə ölkəlidir bilirsiniz bu millət. Bunlar da indi hardansa gəlib istirahətə gələnlərdir. Bunların çoxu Slavyan milləti üçün gəlirlər. Yəni biləsiniz. Buraları gəzirlər. Bunlara bakın. Rıza çok çırpacağız hani yere gir suya tez ol.
Ay sağ ol. Kimseye yoksa çıkmacıyı seni. Oh. Oh lezzet. Bu iki tane kişi her gün gelir. Bak diyeyim size. Her gün gelir. Biri kreslosu var, birinin kreslosu yok. Otururlar, boş danışırlar. Eyni şey, işıq pulu nədir, qaz pulu nədir, nə bilim nə pul nədir, yaşamaq olmur, çətindir. O bizdə qoca kişilər olur, deyində. Bu yine durdu. Bir yerde tapa bilmir özünə, bir yer tapa bilmir. Ne de geçeyim de kız diye. Böyle. Bu da biraz çok yiyip değilsem vaktiyle. Şimdi yemir ama yəqin əvvəllər çox yiyip. Ay lezzet. Dalgaları göstermek istedim size. Adası. Oo lezzet. Denizin dalgası bir köpüklük değil. Allah hakkı. Denizinki dalga olsun. İşin çimirsen. Eğer otel yanındadırsa. Hele naxadı burada yaxalanmırsan. Gedirsən otelde geçen isti suyla yaxalanırsan, yeri gəlmişkən ləzzət edir. Yəni hava elə deyil ki, isti su adamı tıncıqdırsın. İstər istəməz yayın cızdağı deyil. Bunlar buradan nəsə alırlar, nəsə yeyirlər. Belə gedək. Görək hara gedək. Belə mi gedək, yoxsa belə mi gedək? Baxaq görək hardan gedək, sizə təzə yolları göstərim. Maraqlı yolları. Mən sizə mərcə gələ bilərəm ki, mənim videolarıma baxan bura gələcək. Çünki bu gözəllik siz inanmazsınız. Bəlkə də ən bohalı kurortlarda yoxdur ha. Amma bura bizə yaxın və rahat bir yerdir. Demək olar Azərbaycandır. Demək olar. Xurma ağaclarını çəkmişəm sizə. O sizə maraqlı deyil. Yerdəki xurmaları görürsünüz də. Dəniz ləzzət verir, sizə deyim. Saat 11-in yarısı ilə 3-ün yarısı, 3 arası. Sonra istər istəməz bir balaca elə bil ki getmək istəyirsən. Qısası, baxmayaraq ki günəşdir, gün də çox istidir. Amma ki deyirsən bəsdir. Benim. Bəziləri bundan sonra çimib çıxandan sonra gəlib otururlar skameykalardan və istirahət edirlər. O bilirsiniz kimlərə aiddir? Onlarınki otelləri uzaqdır, evləri dənizdən kənardadır. Bu Kleopatra çimərliyindən uzaqdadır. Amma o vaxt ki sən qaldığın yer ağıllısan və bilirsən ki burada ən yaxşı yer haradır, Kleopatranın yanıdır və sən ora yaxın, ancaq ki burada da koca kişiler. Şimdi öteki de peşin almış. Peşin alınca Azaldığı için yasada bir boşta araç var. Herkes onları kullanıyor. Bir de benim arabam biraz eski. Artık VIP değil. Ben işim bol olduğu zaman.
Bəzi yerlərdə susuram. Deyirəm ki, bəlkə nəyisə qulaq asmaq istəyirsiniz, mən sizə mane oluram. Amma bu gözəlliyə baxmaqdan adam doymur. Bu gözəlliyə baxmaqdan adam doymur. Bu başqa bir şey. Yəni saat 3-ün yarısı olmağına baxmayaraq, günəş də var, hər şey də var. Amma artıq biraz axşamın elə bil sərini gəlmək istəyir. Baxmayaraq ki, günəş çox istidir. Amma biraz meh var. Və ona görə adam deyir ki, bəsdir. Əynindəki yaş çimərlik paltarı səni elə bil biraz diskomfort yaradır. Elə bil üşüyürsən və həmin momentdə bu suları açırlar. Yəni üzü axşama hər gün suluyurlar. İnanın Allaha. Qoy mən keçim, mən islatmasın. Aha, gələcəyini dalınca. Qaç, qaç, Nərgiz, qaç. Qaçdım ya. Bəs bura su hardan tökülüb? Gəl o biri yolla gedək ki, məni islatmasın və bu arada siz bu mənzərəyə bir də baxasınız. Oy. Baxanda gözəl şeylərə baxın ki, gözünüz istirahət eləsin. Gözəllik deyilmi? Gözəllik mi? Gülləri görürsünüz, qırmızı güllər. Prosta yanından qaça-qaça keçdim ki, su məni islatmasın. Görürsünüz, artıq yavaş-yavaş cəmaət durub gedir. Ac olan gedir yeməyə. Sonra abedi olan, şöfklüçünü olan da, yəni hər şey daxil otelləri olan gedirlər abedlərinə, yeməklərinə. Mənim abedim zadım yoxdur. Mənim otelim ekonom klassdır. Mən bir dənə əsas konumuna görə buranı götürmüşəm. Çünki mən bilirəm ki, bu şəhərin ən gözəl nöqtəsi bax bura. Bundan gözəl yeri yoxdur. Bu şəhərin oktyabr ayı olduğu üçün gün qısadır. Güneş batır saat 6'da. 6'ya qalmış. Yəni 6'ya qalmışdısa, indi də saat 3'dürsə, yəni artıq günorta keçmiş sayılır da. Yay paryaktasından fərqli olaraq. Sadəcə olaraq axşam da soyuq deyil də. Məsələn, axşam güneş batandan sonra bir isti qalxır ki, gəl görəsən. Hamı istəyir ki, qəşəng istirahət edəndən sonra fasilə yemək. Ay ki, qaçaq bizi islatmasın bu. Ay Allah gəlir. Ay Allah gəlir. Gəlir. Gedirəm qəşəng isti duşumu qəbul edeyim. Yeri gəlmişkən çox ləzzət eləyir. Və biraz dincəlim. Və görək axşam hara gedəcəyik. Məni izləməyi unutmayın. Baxın. Sizə göstərirəm. Bura Kleopatra otelidir. Plyajıdır. Bu da mənim məhəbbət sokağım. Nərgiz küçəm. Bildiniz? Bax, mən bir dənə bu yolla plyajdan ayrı qalıram. Ona görə ki, ən rahat konum buradır. Yoxsa gedirlər 5 manata görə yemək daxil, hər şey daxil. Amma yollarda zülümdə. Amma məndə belədir.